Arıdıcı fənd Samir Sərkarov bu fəndin sayəsində görüşü qələbə ilə başa vurur və bürünc mükafatın sahibi olur. İndi isə gəlin birinci tatamiyə baxaq. Emin İskəndərov və Qədir Qədirov qarşılaşırlar. Emin İskəndərov hər iki idmançı göy kimono geyindiyindən onları ayırt etmək bir qədər çətindir. Amma Emin İskəndərov indi fənd tətbiq etməyə səy göstərir. O indi diqqət yetirirsinizsə ekranlarınızda sizdən solda olacaq. Bəli, solda Emin İskəndərov, Qədir Qədirov isə ekranlarınızda sizdən sağ tərəfdədir. Fənd tətbiq olunur, amma o tatamidən kənarda tətbiq olunduğuna görə hakim onu hesaba almır. Qədir Qədirovun çiynində ağ zolaq var və yalnız indi idmançıları buna görə ayırt etmək olar. Görüş davam edir. Emin İskəndərov hələlik xal hesabı ilə irəlidədir. O bir qoka və bir yuka balına layiq fənd tətbiq edib. Görüşün hakimi Bəxtiyar Məmmədov idmançılara cərimə xalı verir. Doğrudan da onlar indi qeyri-fəal güləşirdilər və indi Emin İskəndərovun hesabında 2 yuka balı var. Görüşün qurtarmasını isə 55 saniyə qalıb. Və indi yenidən Emin İskəndərov rəqibini çətin vəziyyətə salır və bu vəziyyətdə o boğucu fənd də tətbiq edə bilər. Görüş dayandırılır. Hakim bildirir ki, idmançılar yarışı ayaq üstə davam etdirməlidirlər. Xalların hesablanmasında hakimlər qeyri-dəqiqliyə yol veriblər və indi tatamidə görüşü idarə edən hakim Bəxtiyar Məmmədov bildirir ki, tabloda xalları daha dəqiq göstərmək lazımdır, düzgün göstərmək lazımdır və hələlik Emin İskəndərov irəlidədir. Görüşün qurtarmasına 20 saniyə qalıb. Lakin bu görüş o qədər də maraqlı keçmir. İdmançılar fənd tətbiq etməyə səy göstərirlər, lakin bunlar bir nəticə vermir. Görüşün qurtarmasına 4 saniyə qalır. Hakim yenidən yarışı dayandırır. İdmançılar tatamidən kənara çıxmışdılar. Ona görə mübarizə indi davam etdirilir. Hakim görüşü saxlayır və bildirir ki, vaxt bitdi. 2 yuka balı ilə bu görüşdə Emin İskəndərov qalib gəldi. Bu görüşdə Qədir Qədirov qalib gəlir. Qədir Qədirov qalib gəlir və turnirin bürünc mükafatına layiq görülür. İndi isə final görüşün iştirakçıları tatamiyə dəvət olunurlar. 81 kiloqram çəki dərəcəsində Respublikamızın milli komandasına namizəd olan cüdoçular Fariz Ramizzadə və Ramin Əhmədov. Tatami üzərində dəvət olunurlar. 81 kiloqram çəki dərəcəsində final görüşünün iştirakçıları Fariz Ramizzadə göy kimonoda güləşəcək. Ramin Əhmədov isə ağ geyimdədir.
Hakimler, Beynaltı Derecesi Hakim, Vali Mehmet Remov, Milli Hakimler Yegimar Aliyev, Soluna Adıgözlerov. Görüşün hakimləri də elan olunur. Hər üç hakim Respublikamızın nümayəndəsidir. Vali Məhərrəmov, Yengibar Əliyev və Soltan Adıgözəlov. Hakimlər tatamidədirlər, idmançılar yarışa dəvət olunurlar. Faiz Ramizade, yeniyetmeler arasında Avrupa birinciliğinin galibidir. Fariz Ramizadəni ekranlarınızda görürsünüz. Qitənin gənclər arasında birinciliyində qızıl mükafatın sahibi olub, beynəlxalq yarışlarda da dəfələrlə mükafata layiq yerlər tutub. 2 ay əvvəl Belarusiya paytaxtı Minsk şəhərində keçirilən beynəlxalq yarışda gümüş medalın sahibi olub. Bu idmançı da məşqçilərə çox yaxşı təsir bağışlayır və onlar bildirirlər ki, yaxın vaxtlarda əgər sabit güləş göstərə bilsə, milli komandaya cəlb olunacaq. Görüş dayandırıldı. Bu vəziyyətdə idmançılar fənd tətbiq edə bilməzdilər. Daha doğrusu Fariz Ramizzadə fənd tətbiq edə bilməzdi. Çünki Ramin Əhmədov ayağı ilə əks müdafiə fəndini tətbiq edirdi. Fariz Ramizzadə daha fəal təsir bağışlayır. Görüşün birinci dəqiqəsi artıq arxada qalıb. Fariz Ramizzadə bir qədər arxayın hərəkətləri ilə seçilir, görünür. O bu görüşdə qalib gələcəyinə, başqa sözlə qələbə fəndi tətbiq edə biləcəyinə şübhə etmir. Amma cüdo yarışlarında ən adi bir diqqətsizlik də kifayətdir ki, rəqib asanlıqla əks fənd tətbiq etsin. Görüş davam etdirilir. Mübarizənin qurtarmasına 2 dəqiqə 38 saniyə qalıb. Hər iki idmançıya bir cərimə xalı verilib. Daha 15 saniyə keçdi, amma idmançılar hələlik qeyri-fəal güləşirlər və yenidən Ramin Əhmədova cərimə xalı verilir. Bir qədər əvvəl iki vəziyyət yenidən müşahidə olundu. Fariz Ramizzadə rəqibini başı üzərinə qaldırıb fənd tətbiq etməyə səy göstərir, amma Ramin Əhmədov buna imkan vermir. Yenidən bu dəfə Fariz Ramizzadə rəqibini tatamiyə yıxıb başqa bir fənd, saxlama fəndini tətbiq etməyə yəqin ki, səy göstərmək istəyirdi, amma bu fənd də alınmadı. Görüşün qurtarmasına 1 dəqiqə 35 saniyə qalıb. İndi isə Fariz Ramizzadə özü az qala çətin vəziyyətə düşəcəkdir. Hələlik hesab onun xeyrinədir. Bir yuka balı qazanıb. Lakin bu da cərimə xallarının hesabınadır. Hələlik güləş o qədər də fəal keçmir. İndi Ramin Əhmədov fənd tətbiq edir və rəqibini
boğucu, ağrıdıcı fəndə salmağa cəhd edir. Amma gördüyünüz kimi göy kimonoda güləşən Fariz Ramizzadə buna imkan vermədi və Ramin Əhmədov indi hesabda irəli çıxır. Bir qədər əvvəlki vəziyyətin təkrarını görürsünüz. Görüş davam etdirilir. Mübarizənin qurtarmasına 1 dəqiqə qalıb. Fariz Ramizzadə yalnız indi fəallaşır. Qızıl medalın taleyi həll olunur 81 kiloqram çəki dərəcəsində. Görüşün qurtarmasına 48 saniyə qalıb. Fariz Ramizzadə indi tələsir, vaxtın qurtardığını, sona yaxınlaşdığını hiss edir və bir gözəl fənd, həll edici fənd lazımdır ki, hesabda irəli çıxa bilsin. Amma hələlik bu ona müyəssər olmur. Görüş sona yaxınlaşır. Fariz Ramizzadə və Ramin Əhmədov ağ kimonoğlu güləşçi hesabda irəlidədir. Yarışın qurtarmasına 18 saniyə qalıb. On 15 saniyə. Mənə gəlir ki, bu cür güləş üslubu ilə Ramizzadə qələbəyə ümid bəsləyə bilməz. 5 saniyədən sonra mübarizə sona çatacaq. Yarış qurtarır, bəli, Ramin Əhmədov bu görüşdə qalib gəlir və qızıl medalın sahibi olur. 181 kilogram çəki dərəcəsində final görüşündə Fariz Ramizzadə qalib gəlir. Azərbaycan. Fariz Ramizzadə qalib gəlir və 81 kiloqram çəki dərəcəsində baş mükafatının sahibi olur. Elektro tabloda görüşün xalları bu dəfə də düzgün göstərilmir və yalnız görüş qutarandan sonra Fariz Ramizzadənin xalları qarşısında bir Vazari balı qeyd olundu və bu da tamaşa arasında bir çaşqınlıq yaratdı. 73 kilogram çəki dərəcəsində Fəxri kürsüyə dəvət olunanlar turnirin qalibi və mükafatçıları. İndi 73 kiloqram çəki dərəcəsində turnirin mükafatçıları fəxri kürsüyə dəvət olunurlar. Bu yarışda Ruslan Əliyev birinci yeri tuttu. Azərbaycanın digər cüdoçuları İlqar İsrafilov və Tural Musayev bürünc mükafatların sahibi oldular. Yunanistan idmançısı İlya İlyas isə gümüş mükafatın sahibi oldu. İdmançılara mükafatları Respublika Gənclər İdman və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev təqdim edir. Birinci müavini cənab Vaqif Əliyev təqdim edir. Fəxri kürsünün ən yüksək pilləsində Respublikamızın nümayəndəsi Ruslan Əliyev dayanıb. O, final görüşündə Yunanistanlı İlya İlyadini 39 saniyə ərzində məğlubiyyətə uğratdı. Bir gözəl fəndlə ippon balını qazandı və tatamini qələbə ilə tərk etdi. İdmançılara medallar, diplom və xatirə hədiyyələri təqdim olunur.
təşkilat komitəsinin üzvləri və idmançılar xatirə şəkli çəkir. 73 kilogram çeki derecesinde turnirin galibi Ruslan Aliyev. Tebrik ederek. İdmansiyar yeni olurma arzulayır. 81 kilogram çəki dərəcəsində də mükafatçılar artıq məlumdur. İndi 90 kilogram çəki dərəcəsində 3-cü yer uğrunda güləşən idmançılar tatamiyə dəvət olunacaqlar. Bugün Bakı İdman Sarayında bir qədər əvvəl də texniki nasazlıq üzündən təntənəli açılış mərasimində qısa fasilə yarandı. İndi də İdman Sarayının enerji təchizatında da bir sıçrayış baş verdi və buna görə də efirdə müəyyən texniki qüsur yarandı və bu texniki qüsurlara görə tamaşaçılarımızdan da üzr istəyirik. İndi isə 90 kilogram çəki dərəcəsində bürünc mükafat uğrunda mübarizə aparan idmançılar tatamiyə dəvət olunurlar. Yarış ilk dəfədir keçirilir və məlumdur ki, Milli Olimpiya Komitəsinin 10 illik yubileyinə həsr olunur. Yəqin ki, bundan sonra növbəti mövsümlərdə yarışı ənənəvi etmək haqqında da fikirləşmək olar. Çünki respublikamızda cüdo ən çox tərəqqi edən idman növlərindən biri sayılır. Bəli, əlbəttə elədir. Möhtərəm Prezidentimizin məlum fərmanından sonra bilirsiniz ki, Milli Olimpiya Komitəsinin 10 illik yubileyi ilə əlaqədar ölkəmizdə, xüsusilə də ölkəmizin paytaxtı olan Bakı şəhərində çox rəngarəng tədbirlər keçirilir. Bu tədbirlərdən də elə biri bugün siz şahid olduğunuz cüdo üzrə beynəlxalq turnirdir. Bu turnir əlbəttə birinci dəfə də keçirilir. Belə bir çox mötəbər, çox rəsmi səviyyədə keçirilən turnir əlbəttə ki, gənclər arasında çox böyük bir stimula səbəb olur. Çünki bu cüdo üzrə keçirilən bu yarış, bilirsiniz ki, biz Azərbaycanda böyüklərin yarışını keçiririk beynəlxalq yarışını. Bu Həzərstanın xatirəsinə həsr olunmuş beynəlxalq yarışdır. Amma bu gənclər arasında belə bir yarışlarımız yoxdur. Bilirsiniz ki, həm də siz çox gözəl dediniz ki, son vaxtlar Azərbaycan cüdosunda tərəqqi dövrü yaşayır. Azərbaycan cüdoçuları beynəlxalq aləmdə çox layiqli öz sözlərini deyirlər. Əlbəttə ki, bu bizim bütün tamaşaçıları, bütün idman sevərləri çox sevindirir. Məhz bu baxımdan belə bir turnirlərin, mötəbər bir turnirlərin keçirilməsinin zərurətini biz hiss etdik, duyduq və bu baxımdan və bir tövfə olaraq Cüdo Federasiyasının, Milli Olimpiya Komitəsinin bir tövfəsi olaraq 10 illik yubileylərə qədər belə bir turnirin keçirilməsini planlaşdırdıq. Bu turniri əlbəttə ki, biz planlaşdıracağıq ki, hər il keçirək. Çünki bu bizim idmançılarımız üçün çox vacib sayılan bir demək olar ki, onların təcrübəsini artırmaq, onların texniki, taktiki qabiliyyətini artırmaq üçün bu turnirin keçirilməsi və bu turnirdən istifadə olunması bizim idmançılarımız, məşqçilərimiz üçün həm də çox vacibdir. Məhz bu baxımdan bu turniri demək olar ki, biz gələn ildə və biz hər il çalışacağıq keçirək və bu turnirdə bizim idmançılarımız iştirak etsinlər. Azərbaycan cüdosunda bilirsiniz ki, tərəqqi dövrü, çünki 1992-ci ilə əsasən təsadüf edilir. Çünki o vaxt Nazim Hüseynovun ilk dəfə Olimpiya çempionu adı layiq görülməsi və sonra isə o keçən bir il ərzində əlbəttə ki, o durğunluq bir dövrü idi, mən sizə deyim. Çünki orada hər bir sahədə olduğu kimi həm idmanda, həm də bizim çox sevdiyimiz bu cüdo idman dövründə bir durğunluq dövrü yaşadı. Və 1994-cü ildən mən sizə deyim ki, ildən ilə başlayaraq idmançılarımızın nailiyyəti artdı. Məhz xüsusilə də 1997-ci ildə Milli Olimpiya Komitəsinə yeni seçkilərin İlham Əliyev cənablarının seçilməsindən sonra hər biri idmanda olduğu kimi bizim idmanda da bir dönüş ili oldu, bir olimpiya hərəkatına qovuşma ili oldu. Çünki bizim bilirsiniz ki, bir neçə məşqçilərimiz xaricdə yaşayırdılar, xaricdə işləyirlər. Hacı Əhmədov, Musa İsmailov və bir neçə məşqçilərimiz o vaxt məcburiyyət üzərindən o vaxt getmişdilər, ölkəni tərk etmişlər. Amma tam qarant olaraq bildilər ki, Azərbaycan cüdosunda bu günləri irəliləyiş var, Azərbaycan cüdosunda bu dəqiqə diqqət var və bu günləri əgər onlar bu cüdoda, Azərbaycan cüdosunda işləyərlərsə bizim potensiala uyğun idmançılarımız, yeniyetmələrimiz vardır və bu da əlbəttə ki, özünü doğrultdu. Həm Avropa çempionatlarında, həm dünya çempionatlarında bizim idmançılarımız çox layiqincə çıxış etməyə qadir oldu. Asim müəllim, mən cüdomuzda, mən idman sarayına indi diqqət edirəm bu turnirdə. Burada müxtəlif idman növləri üzrə komandalarımızın, bölmələrin nümayəndələrini mən görürəm, amma əvvəllər belə halı biz müşahidə eləmirdik.
Mənə elə gəlir ki, Respublika Milli Olimpiya Komitəsinin prezidenti, millət vəkili İlham Əliyevin ən böyük xidmətlərindən biri də budur ki, Respublikamızın bütün idmançılarını, istər xaricdə yaşayan, xaricdə çalışan olsun, istərsə də Respublikada çalışan, Respublikada yaşayan, bunların hamısını bir bayraq altında topladı. Hamısını bir ailə kimi Əlbəttə. bir yerə yığdı və Azərbaycan idmanının ən əlamətdar cəhətlərindən biri indi budur. Əlbəttə. Mənə gəlir ki, hamı indi bir-birinə baxıb öyrənir, hamı bir-birinə baxıb inkişaf eləyir, tərəqqi eləyir. Düzdür, tamamilə düz fikirdir. Bilirsiniz ki, bu günləri Milli Olimpiya Komitəsinin beynəlxalq aləmdə yeritdiyi siyasət və beynəlxalq olimpiya komitələri ilə, federasiyaların rəhbərləri ilə görüşləri məhz Azərbaycana beynəlxalq demək təşkilatların diqqətinin artmasına bir qədər təkan verib. Çünki bilirsiniz ki, bu günləri Azərbaycanda çox mötəbir bir yarışlar keçirilir. Avropa çempionatı sərbəst güləş üzrə, boks üzrə dünya Avropa birinciliyi yarışları, əl topu, voleybol üzrə Avropa kubok yarışları. Əlbəttə ki, bu baxımdan bizim idmançılarımız, məşqçilərimiz bunu görür və daha da həvəslənirlər. Bu günləri görürsün ki, judo üzrə keçirilən yarışda nə qədər idmançılarımız bura cəmləşmişlər, nə qədər bizim məşqçilərimiz, nə qədər bizim mütəxəssislərimiz bura cəmləşmişdir. Əlbəttə bizə Respublikanın demək olar ki, bütün şəhər və rayonlarından mütəxəssislər gəlmişdir. Əlbəttə onlar üçün bir bayramdır. Bu bayramı onlara qismət eləmək bizə nəsib olursa. Belə demək olar ki, hamı bir-birinin uğruna sevinir. Əlbəttə bir-birinin uğruna sevinir. Bu günləri görürsünüz ki, hamı Azərbaycan idman bayrağının altında Azərbaycan idmanı inkişaf edir. Bu hər bir növdə belədir. Məhz bizim judoda da xüsusilə özünü əks etdirir və bu günləri görürsünüz ki, bizim turnirə nə qədər ölkələrin sayı artıb. Əvvəlcə bizim yarışda hardasa 2-3 komandalar iştirak edirdi. Bu il biz 9 komandanı gözləyirdik, amma 6 komanda gəlib yarışlarımıza iştirak edə bildilər və digər komandalar, 2 komanda isə müvafiq səbəblərə görə belə oldu. Mən inanıram ki, gələn il keçirilən yarışda bu yarışın səviyyəsini biz daha da artırıb, hətta beynəlxalq təqvim planına da sala bilərik. Judo Federasiyasının təqvim planına sala bilərik və bu həm müvafiq kateqoriyalı yarış səviyyəsinə qalxa bilər. Biz buna qadir olan bizim federasiyamız var. Çünki federasiyanın təşkilatı var və ona görə bu günləri görürsünüz ki, həm hakimlərin hakimlik demək prinsipləri, hakimlik qaydaları çox düzgün, çox normal şəraitdə keçir. Burada idmançılara qarşı diqqət daha da güclüdür, daha da demək olar ki, Yəni ki, ədalətli mübarizə üçün şərait yaradılır və bu baxımdan mən inanıram ki, belə bir yarışları, hətta beynəlxalq yarışları Beynəlxalq Judo Federasiyasının təqviminə salıb biz gələcəkdə keçirməyə çalışacağıq. Mən bir qədər əvvəl qeyd etdim ki, siz həm də Judo Federasiyasının vitse-prezidentisiniz. Yəqin ki, idmanın bu növünə də bəlkə də müəyyən qədər diqqətiniz daha çoxdur. Necə bilirsiniz, Afina Olimpiyadasından Respublikamızın judoçuları neçə lisenziya qazana bilərlər? Yəni, indidən belə bir vəzifə müəyyənləşdirilibmi? Bilirsiniz, bizim federasiya bu günləri çox mühüm işlər üzərində işləyir. Bu günlər federasiyanın rəhbəri, cənab Füzuli Ələkbərovun rəhbərliyi altında demək olar ki, bütün təşkilat işçi qrupu vardı. Burada əsas məşqçilər şurası xüsusilə fəaliyyət göstərir. Bugün bizim məqsədimiz ötən olimpiyadanın fərqli olaraq həm lisenziyaların sayını artırmaqdır, həm də ki, medala yaxın olan bir anda medalın əldən verilməməsini bu dəfə çalışmalıdır. Yəni, acınacaqlı səhvlərə yol Çünki acınacaqlı səhvlərə yol verilməməlidir. Əvvəlki olimpiyadada bilirsiniz ki, bizim 4 idmançımız qatıldı və bu olimpiyada biz artıq 5 idmançının qatılmasını düşünürük. Bu 60 kg çəki dərzində Elçin İsmailov bu real namizədlərdən biridir. Bilirsiniz ki, çox güclü bir idmançıdır. Bu yaxınlarda keçirilən Avropa çempionatında əlbəttə ki, o həmişəki rəqibi olan, ənənəvi rəqibi olan demək Fransalı Dünya məğlub oldu. O da ki, əlbəttə ki, özünün düzlü səhvliyindən aldı. Biz və siz bunu televizor vasitəsilə seyr etdik. Elçin İsmailov əlbəttə ki, udmağa qadirdir. Biz inanırıq ki, Elçin İsmailov gələcəkdə hər hansı bir lisenziyanın əldə edilməsi və olimpiyada nəticə verməyə də qadir olan bir idmançıdır. Digər 66 kg-da bizim gənc idmançılarımız vardı. Orada Namiq Sultanov, hansı ki, yeniyetmələrin Avropa çempionu olan və digər beynəlxalq yarışların qalibi olan bir idmançıdır və onun üzərində hal-hazırda məşqçilər şurası çox geniş öz iş prinsipini qurub proqram üzərində işləyir və inanıram ki, o idmançı da nəsə öz sözünü deyir. 73 kg-da Arzumanov Şahindir. Arzumanov Şahin əlbəttə ki, bu da perspektivli, təcrübəli idmançıdır və son vaxtlar özünü daha çox büruzə verdi o idman nailiyyətlərinə görə və inanıram ki, 73 kg da biz bunun üzərində işləsək, lisenziyaların əldə edilməsində nail ola bilərik. 81 kg-da bizim 2 idmançımız vardı. Bilirsiniz ki, bütün idman növlərində mən deyərdim ki, hər bir çəkidə, hər bir demək olar ki, normativdə nə qədər çox idmançılar olsa, rəqabət olsa, orada
bir o qədər də Daha nailiyyətli güclü idmançı söhbət yetişir. yox. Bəli. Ona görə də bizim demək olar ki, bu çəkidə 81 kq çəki dərəcəsində 2 idmançımız vardı. Burada həm hətta mən 3 idmançı deyərdim və siz bu yarışların da Fariz Ramizzadə, demək siz canlı şahidi oldunuz ki, Fariz Ramizzadə gənc idmançı olmağına baxmayaraq bu turnirin də qalibi oldu və buna qədər də Avropa birinci yarışlarının və digər rəsmi yarışların qalibi olmuşdu və digər idmançılarımız Elxan Rəcəbli bilirsin ki, dünya mükafatçısı və Mehman Əzizov, hansı ki Avropa mükafatçısı, çox güclü idmançılardır. Hər 3 idmançı arasında güclü rəqabət gedir. Mən bunun tərəfdarıyam və buna sevinirəm. Çünki burada ən əsas bizim istəklərimiz ondan ibarətdir ki, hər çəkidə bizim 3, 4 və yaxud da 5 idmançımız olsun. Nə qədər çox olsa, bu əlbəttə ki, idmançıların rəqabət üzərində işləmələrinə gətirib çıxarır. 90 kiloqramda bizdə demək Rəsul Səlimovdur. Rəsul Səlimov bilirsiniz ki, çox təcrübəli idmançıdır. Və bu yaxınlarda hərbçilərdə keçirilən demək ümumdünya oyunlarında, hərbçilər ümumdünya oyunlarında o Çin nahiyəsindən zədə aldığına görə Avropa çempionatında da çox uğurla çıxış edə bilmədi. O 5-ci yerlə çıxdı. Əlbəttə Avropa çempionatında 5-ci yerə çıxmaq bu böyük bir nailiyyətdir. Bunu biz belə qiymətləndirməliyik. Amma bununla yanaşı bu Mehman Rəsul Səlimovun biz Avropa çempionatından qızıl medalını gözləyirdik. Əlbəttə ki, inanırıq ki, gələcək yarışlarda o biraz da hazırlıq prosesinə ciddi nəzarət edəcək, bu məşqlərin səyi nəticəsində olacaq və müvafiq nailiyyətlər əldə edəcəklər. Qızlarımız da bilirsiniz ki, hal-hazırda bizim 2 qızımız var. Bu Kifayət Qasımova ilə Zülfiyə Hüseynovadır və hər ikisi aktiv olaraq öz məşq proseslərini qururlar və bu 2 qızdan da biz müvafiq nailiyyətlərini gözləyirik. Asım müəllim, çox sağ olun ətraflı söhbətinizə görə və ümid edirik ki, bu yarış bizim ehtiyat qüvvəmiz, gənc idmançılar üçün yaxşı təcrübə məktəbi, gözəl sınaq meydanı olacaq və onlar tezliklə milli komandanın heyətində daha mötəbər yarışlarda iştirak edəcəklər. Müsahibə üçün sizə təşəkkür edirəm. Sağ olun, mən də sizə minnətdarım və xalqımıza sevinç bəxş olmasını arzu edirəm. Çox sağ olun. İndi isə 90 kiloqram çəki dərəcəsində final görüşünə baxaq. Bir qədər əvvəl müsahibədə də qeyd olundu ki, Rəsul Səlimov Respublikamızın milli komandasının üzvlərindən biridir. Amma tatamidə onun qardaşı Nurəddin Səlimov güləşir. O, Belarus cüdoçusu Andrey Astrovla qarşılaşır və gördüyünüz kimi bir dəqiqə ərzində Nurəddin Səlimov gözəl fənd tətbiq edir və ilk 10 balına layiq görülür. Gəlin bu fəndin təkrarına baxaq. Nurəddin Səlimov rəqibinin qolundan və ayağından yapışır, onu başı üzərindən aşırır. Dəyirman fəndini, bənzər bir fəndi tətbiq edir və tam qələbə qazanır. Nurəddin Səlimov dünya birinciliyinin birinci mükafatçısı. Bu yarışda 90 kiloqram çəki dərəcəsində hamıdan güclü olur. Onu təbrik edənlər arasında mən Belarusiya komandasının baş məşqçisi, bizim həmvətənimiz, məşhur idmançı Natiq Bağırovu da görürəm. Natiq Bağırov ürəkdən, səmimiyyətlə Nurəddin Səlimovu təbrik elədi. Bəli, bu Natiq Bağırova xas olan bir xüsusiyyətdir. Siz bir qədər əvvəl Natiq Bağırovu da ekranlarınızda gördünüz. Və hazırda Natiq Bağırov Belarusiya Respublikasında çalışır, orada yaşayır, Minskdə. Və budur, siz onu yenidən ekranlarınızda gördünüz. 81 kilogram çəki dərəcəsində Belarusiya komandasının baş məşqçisidir. Nurəddin Səlimovun tətbiq etdiyi fəndin təkrarını gördünüz. İndi isə ...81 kiloqram çəki dərəcəsində yarışın mükafatçıları fəxri kürsüyə yaxınlaşırlar. Bu çəki dərəcəsində bütün mükafatları Azərbaycan idmançıları qazandılar. Fariz Ramizzadə birinci yeri tutdu. O finalda komanda yoldaşı Ramin Əhmədova qalib gəldi. Ramin Əhmədov gümüş mükafatın sahibi oldu. Bürünc mükafatları isə Samir Sərkərov və Qədir Qədirov qazandılar. Fariz Ramizzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxır.
Ramin Əhmədov gümüş İkinci yer mükafatın Ramin sahibi Ahmedov, olur. Azerbaycan. O ikinci Üçüncü yer yerler tuttu. Samir Serkarov ve Kadir Kadirov. Mükafatları Judo Federasyası'nın prezidenti Cenab Füzuli Elekberov takdim eder. Füzuli Ələkbərov Judo Federasiyasının prezidenti mükafatları təqdim edir. Qızıl medal Fariz Ramizzadeyə təqdim olundu. Bu idmançı Avropa birinciliyinin Награды вручает президент müxtəlif beynəlxalq Federasyası turnirlərin Judo mükafatçısıdır Azərbaycan. və bir qədər əvvəl də qeyd olduğu kimi 81 kiloqram çəki dərəcəsində Elxan Rəcəbli, Mehman Əzizov kimi təcrübəli idmançılarla rəqabət aparır və milli komandaya düşmək üçün çoxlu səy göstərir və bu cür səylərini davam etdirsə, məşqçilər də şübhə etmirlər ki, Fariz Ramizzadə bəlkə də növbəti mövsümlərdə milli komandaya daxil ediləcək. İdmançılar və federasiyanın nümayəndələri xatirə şəkli çəkdirdilər və judoçulara yeni uğurlar arzuladılar. İndi isə çəkisi 100 kiloqrama qədər olan judoçular tatamiyə dəvət olunacaqlar. Bu çəki dərəcəsində bürünc mükafatlar uğrunda Belarusiyalı Andrey Tarasov və Yunanistanlı Dionis İlyadi, habelə Azərbaycan judoçuları Nazim Ələkbərov və Elşən Məmmədov mükafatlar uğrunda mübarizə aparacaqlar. Hakimlər tatamiyə çıxıblar, indi isə idmançılar yarışa dəvət olunurlar. Dionis, Yunanistan, Greece. Ve ikinci tatamiye Nazim Ələkbərov ve Elşən Məmmədov, Azərbaycan. Buyurun. Bu çəki dərəcəsində qızıl medal uğrunda Respublikamızın nümayəndəsi Məmmədəli Məmmədov və Ukrayna judoçusu Vitali Buban qarşılaşacaqlar. İkinci tatamide hakimler İndi görüşlər başa çatdıqdan sonra final yarışı keçiriləcək. Daha sonra ən ağır çəkisi 100 kiloqramdan artıq olan idmançıların da həlledici görüşləri keçiriləcək. Qalan iki çəki dərəcəsində 60 və 66 kiloqram çəki dərəcələrində yarışlar isə sabah mayın 31-ində olacaq. Və bununla da may ayının idman təqviminə yekun vurulacaq. O isə müxtəlif beynəlxalq və respublika yarışları ilə çox zəngin oldu. Bu yarışların arasında əlbəttə ilk növbədə sərbəst üsulla güləşənlərin Avropa çempionatını qeyd edə bilərik. Həmin yarışda Azərbaycan idmançıları da uğurla çıxış etdilər və may ayında Respublikamızın pəhləvanlarının başladığı bu qələbə yolunu digər idman növləri üzrə nümayəndələrimiz də davam etdirdilər. Həndbolçularımız çağırış kuboku uğrunda qitə turnirində birinci yeri tutdular. Sərbəst üsulla güləşən gənc pəhləvanlarımız da ümumi hesabda, komanda hesabında birinci yerə çıxdılar. Daha sonra yeniyetmələrin 3-cü Respublika idman oyunları da keçirildi. Bu yarışlar da mövsümün ən kütləvi startlarından biri idi. İndi isə judo üzrə beynəlxalq yarış da may ayında idman təqviminə yekun vurur. Tatamidə Belarusiya və Yunanistan judoçuları qarşılaşırlar. Andrey Tarasov və Dionis İlyadi. Natiq Bağırov Belarusiya komandasının baş məşqçisi yarışı çox diqqətlə izləyir.
və yarışların birində biz ona belə bir sual da verdik. Əgər finalda sizin Belarusiyalı yetirmənizlə həmvətəniniz Azərbaycan cüdoçusu qarşılaşsa, siz daha çox kimə azarkeşlik edərsiniz? Natiq Bağırov fikirləşmədən dərhal cavab verdi. Mən Azərbaycanlıyam və mənim yetirmələrimin Belarusiyalı, yaxud Ukraynalı, Rusiyalı olmasının heç bir fərqi yoxdur. Mən ilk növbədə öz həmvətənlərimə azarkeşlik edəcəyəm və hətta lazım olsa qələbə üçün onlara da tataminin kənarından hər hansı bir göstəriş verməyə də hazıram. Bax, bu cür bizim vətənpərvər el oğlumuz var, Natiq Bağırov, budur o yarışı izləyir və indi onun yetirməsi. Andrey Tarasov bürünc mükafat uğrunda mübarizə aparır. Hələlik görüşün qurtarmasına 1 dəqiqə 19 saniyə qalıb və idmançıların heç biri fənd tətbiq edə bilməyib. Yalnız cərimə xalları hesabına hər iki idmançı bir yulka balı qazanıb. Görüş sona yaxınlaşır. Yəqin ki, qalan vaxt ərzində artıq 1 dəqiqədə də az qalır görüşün qurtarmasına və bu vaxt ərzində idmançıların hər hansı biri fənd tətbiq edə bilsə, bu da mübarizənin taleyini həll edəcək. Hər iki idmançıya yenidən Hansoku cərimə balı verilir və elektrotabloda hər iki idmançının adı qarşısında Vazari balını göstərən bir rəqəmi közərir. Görüşü dayandırılır. Mübarizə davam etdirilir. Andrey Tarasov göy kimonoda güləşir və yəqin ki, tamaşaçılarımız onun geyiminə də diqqət yetirirlər. Onun geyimində Azərbaycan güləşçisinə adətən xas olan ilk 3 hərf yazılıb. Məsələ bundadır ki, Andrey Tarasov da bu yarışa ağ kimono ilə gəlmişdi, amma yarışın qaydasına görə idmançılardan biri göy, biri ağ kimonoda tatamiyə çıxmalıdır. Və ona görə də Andrey Tarasov göy kimononu öz Azərbaycanlı həmkarlarından götürməli oldu və şübhə etmirik ki, elə bu Azərbaycan sözü yazılan bu kimono da Belarusiya cüdoçusuna uğur qazandıracaq. Görüşün əsas vaxtında qalib müəyyənləşmədi. İndi Andrey Tarasova həkimlər yardım göstərirlər və bir qədər sonra mübarizə davam etdiriləcək. Respublika Müalicə Bədən Tərbiyəsi Dispanserinin həkimi Kamil İskəndərov indi özü də tatamiyə çıxmalı oldu və onun yardımı başa çatdı. Andrey Tarasov mübarizəni davam etdirir. İndi isə həlledici fənd. İdmançıların hər hansı biri fənd tətbiq etsə, dərhal yarış dayandırılacaq və qalib elan olunacaq. Əlavə vaxtın 25-ci saniyəsi gedir. Hesab hələlik açılmayıb. İndi Andrey Tarasov rəqibini kürək üzərindən aşırma fəndinə salmaq istədi, amma Dionis İlyadi bu fəndə düşmədi və ayaq üstə çox möhkəm dayandı. İndi Andrey Tarasov özü də öz növbəsində çox effektli bir fənddən yaxa qutara bildi. Yox, bu fənd o qədər də mükəmməl alınmadı və hakimlər ani tərəddüddən sonra bildirdilər ki, yarış yenidən davam etdirilməlidir. Əlavə
vaxtın ikinci dəqiqəsi gedir. Hesab açılmayıb. Andrey Tarasov fənd tətbiq etməyə səy göstərdi, amma bu səy bir nəticə vermədi. Yenidən görüş ayaq üstə tataminin mərkəzində davam etdirilməlidir. Canis İlyadi padalar vurur və rəqibini tatamiyə aşırır. Beləliklə Yunanistan cüdoçusu bu görüşdə qalib gəlir və Bu görüşdə gümüş mükafatın sahibi olur. 100 kiloqram çəki dərəcəsində ilk mükafatın sahibi aşkar olundu. Budur, ekranlarınızda onu görürsünüz. Yunanistan idmançısı Canis İlyadi qalib gəldi. Tatar üzerine davet olunanlar 100 kilogram çek derecesinde final görüşünün iştirakçıları Final görüşün iştirakçıları tatamiyə çağırılırlar. Azərbaycan idmançısı Məmməd Əli Məmmədov Ukrayna. və Ukrayna cüdoçusu Vitali Buban. Hakimler Zavur Recepli, Bu görüşdən sonra Boris Amirpetov, Rusya ve ən ağır Azər 100 kiloqramdan ağır çəki dərəcəsində güləşən idmançıların da həll edici görüşləri keçiriləcək və ondan sonra birinci günün proqramına yekun vurulacaq. Məmməd Əli Məmmədov və Vitali Buban Ukrayna idmançısı Azərbaycan cüdoçusu ekranlarınızda sizdən sol tərəfdədir. Onun rəqibi nisbətən uca boyludur. İpon Ukrayna güləşçisi Vitali Buban 30 saniyə ərzində 100 kilogram çek derecesinde gördüğünüz kimi çox effektli fənd tətbiq etdi. Çox effektli fənd tətbiq olundu və siz bu fəndin yaşlarında gördünüz. Ukrayna cüdoçusu turnirin qızıl medalına layiq görüldü. Məmməd Əli Məmmədov isə gümüş mükafatın sahibi oldu. İndi 90 kiloqram çəki dərəcəsində yarışın mükafatçılarına medallar və xatirə hədiyyələri təqdim olunmalıdır. Bundan sonra ən ağır çəki dərəcəsində 3-cü yer uğrunda görüşlər keçiriləcək. Azərbaycan idmançısı Vüsal Şirinovla İran İslam Respublikası 90 nümayəndəsi kilogram çek derecesinde Əli Məhəmməd Həsən qarşılaşacaqlar. Digər görüşdə də Azərbaycan və İran cüdoçuları yarışacaqlar. Oman Abdulhəsənov və İran cüdoçusu Beyan Məhəmməd Rıza. İndi isə 90 kiloqram çəki dərəcəsində yarışın mükafatçıları fəxri kürsüyə yaxınlaşırlar. İdmançılara medallar, diplom və xatirə hədiyyəsi təqdim olunacaq. Nureddin Səlimov, Azərbaycan cüdoçusu fəxri kürsünün ən yüksək pilləsinə qalxır. O finalda Belarusiya idmançısı Andrey Asprova 50 saniyə ərzində qalib gəldi. Respublika Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə idmançılara medalları və xatirə hədiyyəsini təqdim edir.
Belarusiya güləşçisi Andrey Ostrov gümüş. Azərbaycan komandasının üzvləri İlqar Ağarəhimov və Səbuhi Məhərrəmov isə bürünc mükafata layiq görülürlər. Hər iki idmançı fəxri kürsünün 3-cü pilləsində dayanıb. Nurəddin Səlimov isə Qaliblere təşkilat bu çəki dərəcəsində birinci yeri tutdu. Qiymətli hədiyələri təqdim olunur. İdmançılar xatirə şəkildə çəkdirdilər və indi sonuncu çəki dərəcəsində 3-cü yer uğrunda görüşlər keçiriləcək. Tatamiyə dəvət olunurlar. 100 kilogramdan yukarı çəki dərəcəsində 3-cü yer bürünc medallar uğrunda görüşün iştirakçıları Ali Məhəmməd Həsən, İran, Vüsal Şirinov, Azərbaycan, birinci tatami. Hakimlər Bəxtiyar Məmmədov, Azər Şıxəliyev, Məhəmməd Əli Quliyev. İkinci tatami. Məhəmməd Rıza Beyxan, İran və İmam Əbdülhəsənov, Azərbaycan. Hakimlər Zahir Rəcəbli, Elmar Tamanlı, Tofiq Məmmədov. Hər iki tatamidə çox maraqlı mübarizə gözlənilir və əlbəttə biz hansı tatamiyə daha çox diqqət yetirməyi də indi müəyyənləşdirə bilmirik və hər iki tatamini diqqətlə izləyəcəyik. Gəlin birinci tatamiyə əvvəlcə nəzər salaq. Vüsal Şirinov və İran güləşçisi Əli Məhəmməd Həsən. Bu görüşün hakimləri artıq tatamidədirlər. Bəxtiyar Məmmədov, Azər Şıxəliyev və Məmməd Əli Quliyev. Qeyd etmək lazımdır ki, İran cüdoçuları yalnız yarış ərəfəsində bu turnirə gəlib çata biliblər. Onlar da belə bir mötəbər yarışda iştirak etmək arzularını bildiriblər və son saatda bu yarışa gəlib çatıblar və yəqin ki, indi yarışda bu ləngimə də məhz görüşə hazırlıqla bağlıdır və indi idmançıları mən tataminin kənarında artıq görürəm. Onlar 3-cü yer uğrunda mübarizə aparacaqlar. İdmançıların boylarındakı fərqi də dərhal hiss edirsiniz. Azərbaycan idmançısı Uman Abdülhəsanov və İran idmançısı Beyan Məhəmməd Rıza. Ağ geyimdə İran güləşçisi qarşılaşır. İran güləşçisi yarışacaq. Vüsal Şirinov, Azərbaycan. İkinci tatamidə Beyan Məhəmməd Rıza, İran və İmam Əbdülhəsənov, Azərbaycan. İvan Abdülhəsanov və Beyan Məhəmməd Rıza arasında görüş başlanır və mənə elə gəlir ki, bu yarışda hansı idmançının qalib gələcəyini müəyyənləşdirmək elə ilk baxışdan çox asan olacaq. Doğrudan da İran güləşçisi rəqibinə nisbətən daha cüssəli, həm də uca boydur. Hər iki idmançının çəkisi 100 kiloqramdan çoxdur. Amma qətiyyətlə deyə bilərik ki, İran güləşçisinin çəkisi ən azı 120 kiloqramdır. Və əlbəttə belə bir ağır çəkini qaldırmaq yaxud belə bir cüssəli idmançı ilə mübarizədə fənd tətbiq etmək olduqca müşkül məsələdir və belə də olur. Beyan Məhəmməd Rıza
47 saniyə ərzində qələbə qazanır və bürünc mükafatın sahibi olur. Digər tatamidə isə budur, fəndin təkrarını gördünüz. Digər tatamidə isə Vüsal Şirinov və Əli Məhəmməd Həsən qarşılaşırlar. Hakim görüşü saxlayır və bildirir ki, idmançılar qeyri-fəal güləşirlər. Görüşün hakimi Bəxtiyar Məmmədov Şido cərimə balını verir və İran idmançısı daha bir xal qazanır. Yuka və Koka balları. Bu görüşdən sonra tatamiyə Kamran Qocayev və Elxan Cəfərov çıxacaqlar. Onlar ən ağır çəki dərəcəsində qızıl medal uğrunda yarışacaqlar. Bu turnirin son görüşü olacaq. İndi isə gördüyünüz kimi çox gözəl, effektli fənd alındı. Əvvəlcə Vüsal Şirinov rəqibini kürəyi üstünə yıxmağa səy göstərdi və belə görünür ki, o buna nail olacaq, amma son anda tataminin lap kənarında Əli Məhəmməd Həsən özündə qüvvə tapıb rəqibini sinəsi üzərindən aşıra bildi və tam qələbə qazandı. 1 dəqiqə 11 saniyə ərzində Əli Məhəmməd Həsən qalib gəlir, turnirin bürünc mükafatını qazanır. Final görüşünün iştirakçıları tatamiyə dəvət olunurlar. Kamran Qocayev və Elxan Cəfərov. Bu, ilk günün proqramına daxil olan sonuncu görüşdür. Beləliklə, mən bugün yarışın mükafatlarına layiq görülən idmançıları bir daha xatırlatmaq istəyirəm. 73 kiloqram çəki dərəcəsində Azərbaycan cüdoçusu Ruslan Əliyev birinci yeri tutdu. O finalda Yunanistanlı İlya İlyadini məğlubiyyətə uğratdı. İlqar İsrafilov və Turan Musayev isə bürünc mükafatların sahibi oldular. 81 kiloqram çəki dərəcəsində Fariz Ramizzadə birinci yerə çıxdı. O finalda komanda yoldaşı Ramin Əhmədovu məğlub etdi. Respublikamızın daha iki cüdoçusu Samir Sərkarov və Qədir Qadirov isə bürünc medallara layiq görüldülər. 90 kiloqram çəki dərəcəsində Azərbaycan idmançısı Nurəddin Səlimov qızıl medala layiq görüldü. Belarusiya güləşçisi Andrey Ostrov isə ikinci yeri tutdu. Komandamızın üzvləri Səbuhi Məhərrəmov və İlqar Ağarəyinov isə bürünc medal qazandılar. 100 kiloqram çəki dərəcəsində Ukraynalı Vitali Buban fərqləndi. O finalda Azərbaycan komandasının cüdoçusu Məmmədəli Məmmədovu məğlubiyyətə uğratdı. Üçüncü yeri Yunanistanlı Dionis İlyadi tutdu. Ən ağır çəki dərəcəsində isə bürünc mükafatları İran cüdoçuları Biyan Məhəmməd Rıza və Əli Məhəmməd Həsən qazandılar. İndi isə final görüşü keçirilir. Kamran Qocayev və Elxan Cəfərov. Görüşün ikinci dəqiqəsi gedir. Hakim görüşü saxlayır və Vazari balını elan edir. Bu ikinci Vazari balıdır və səhv eləmirəmsə artıq görüş başa çatdı. Çünki elektrik tabloda artıq bir Vazari balı var və ikinci Vazari balı tam qələbə deməkdir. Bəli, görüş başa çatdı və Elxan Cəfərov 1 dəqiqə 30 saniyə ərzində
2 Vazari balı ilə qələbə qazanır və ən ağır çəki dərəcəsində qızıl medalın sahibi olur. Kamran Qocayev isə gümüş mükafat qazanır. İndi yarışın mükafatçılarına medallar və xatirə hədiyyələri təqdim olunacaq. 100 kiloqram və ən ağır çəki dərəcələrində turnirin mükafatçıları fəxri kürsüyə dəvət olunurlar. 100 kiloqram çəki dərəcəsində Ukraynalı Vitali Buban qalib gəldi. Budur, siz onu ekranlarınızda görürsünüz. Vitali Buban fəxri kürsünün ən yüksək pilləsinə qalxır. İkinci yeri isə Azərbaycan cüdoçusu Məmmədəli Məmmədov tutdu. Bəli, yarışlarda dediyim kimi 7 ölkənin 124 cüdoçusu qələbə uğrunda mübarizə aparır və artıq bu komandaların beşinin nümayəndələri fəxri mükafatların sahibi oldular. İlyadi Dionis Yunanistan, Nazim Ələkbərov Azərbaycan. Nazim Ələkbərov və Yunanistan güləşçisi İlyadi bürünc mükafatların sahibi oldular. Gənclər, İdman və Turizm Nazirinin müavini Cənab Asif Əskərov. Respublika Gənclər, İdman və Turizm Nazirinin müavini Cüdo Federasiyasının vitse-prezidenti Asif Əskərov idmançılara medallar və diplom, xatirə hədiyyələri təqdim etdi. İndi isə ən ağır çəki dərəcəsində turnirin mükafatçıları fəxri kürsüyə dəvət olunacaqlar. Bu çəki dərəcəsində İran cüdoçuları Biyan Məhəmməd Rıza və Əli Məhəmməd Həsən qazandılar. Azərbaycan cüdoçusu Kamran Qocayev gümüş, Elxan Cəfərov isə qızıl mükafatın sahibi oldu. İndi bu idmançılara da mükafatlar, diplomlar və xatirə hədiyyələri təqdim olunandan sonra biz reportajımızı sona çatdıracağıq və mən bu reportajı tamaşaçılarımız üçün təqdim edənlərin adlarını çəkmək istərdim. STS növbə rəisi Rəhimov, operatorlar Fəxrəddin Məmmədov, Elxan Nəbiyev, Elçin Fəttahov, Azər Məmmədov, Elçin Nəcəfov, mühəndis Namiq Məmmədov, video mühəndis Can Polad Abbasov, səs rejissoru İmran İbrahimov, rejissorlar Ramiz İsmailov və Tofiq Ataxanoğlu, reportajı Fikrət Adgözəlli aparırdı. İndi ən ağır çəki dərəcəsində turnirin mükafatçıları fəxri kürsüyə yaxınlaşırlar. Elxan Cəfərov və Kamran Qocayev müvafiq olaraq qızıl və gümüş mükafatların sahibi oldular. İran cüdoçuları Əli Məhəmməd Həsən və Biyan Məhəmməd Rıza bürünc medallara layiq görüldülər. Azərbaycan. İkinci yer Kamran Qocayev. Azərbaycan. Bəli, yarış Azərbaycan idmançılarının üstünlüyü şəraitində keçir. Mükafatları təqdim edir. Onlar ilk 5 çəki dərəcəsindən 4-ündə qızıl medalların sahibi oldular. Milli komandamızın baş məşqçisi, əməkdar məşqçi Ağayar Axundzadə idmançılara xatirə hədiyyələrini və diplomları təqdim edir. Üçüncü yerdə Məhəmməd Rıza Rudaki və Məhəmməd Həsən Səfəri.
Hörmətli tamaşaçılar, beləliklə Respublika Milli Olimpiya Komitəsinin 10 illik yubileyinə həsr edilən Beynəlxalq Cüdo turnirinin ilk günündən reportajımızı sona çatdırırıq. Sağ olun. Bir daha xatırladım ki, sabah mayın 31-də daha 2 çəki dərəcəsində yarışlar keçiriləcək və Azərbaycan televiziyası həmin yarışları saat 16-da canlı yayımla tamaşaçılara təqdim edəcək.